Ötən gün səhər saatlarında İdraç liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb. Bu barədə kliniki tibbi mərkəzdə məlumat verilib. Bildirilib ki, onun müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir. Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən özəl İdraç liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb. Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqaroğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir. Bu barədə hərbi ekspert Ədalət Verdiyev Facebookda paylaşım edib. O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş. Vərəm xəstəsi minlərlə şəxsi həyatın olduğu hərbi hissəyə göndərilməsi böyük risklər vəd edir. Əgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib? Hərbi hissə niyə xəstə əskəri geri qaytarmayıb? Yox, əgər əskər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün bu suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdırlar. Həmin paylaşıma rəy yazan hərbi bloger Tofiq Şahmuradov isə aşağıdakiləri əlavə edib. Rəhmətə gedən əskərin yaxınları biraz öncə mənimlə əlaqə saxladılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşayıb və bu səbəbdən 7 il hərbi xidmətə getməyib. Buna baxmayaraq bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əskərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər, əgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edibsə. Qeyd edək ki, quru qoşunlarında xidmət edən Sadıqov vəfatından 10 gün əvvəl, yanvarın 26-sında hərbi xidmətə gedibmiş.